kələm dolması hazırlayıram. Təzə kələmlə mütləq nəzarət edirəm ki, çox qaynamasın. Çünki təzə kələm tez qaynayır, tez yumuşalır daha doğrusu və sonra xəşil kimi olacaq, cırılacaq, pis günə düşəcək. Ona görə belə üstündə dururam ki, belə salım və həmən dəqiqə çıxardım. Biraz yumuşalsın. Burada dururam. Qəşəng kələmdir. Bundan eləyəcəm indi. Bunu aralamayacağım. Bunu elə bir dəfəlik salacağım, çıxardacağım. Uca yumuşaldı. Görürsünüz? Qoyan kimi həmən dəqiqə yumuşalır. Çox saxlamaq qəti olmaz. Yoxsa dolma olmayacaq, xəşil olacaq. Görürsünüz? İsti su dəyən kimi uca bu yarpaq aralanır. Sadəcə bir əllə eləməyə rahat deyil də mənə. Baxın, görürsünüz? Nə qəşəng aralandı. Bunu neysə götürüm. Bunları bir dənə pörtlədim. Sonra çıxardacağım. Burada isə farş hazır elədim. Farşdır. Mütləq və mütləq sarı kök əlavə eləyirəm. Xoşlayıram. Bütün yeməklərin içinə sarı kök əlavə eləyirəm. Biraz tomat əlavə elədim. Burada soğanı xırda doğradım. Bu gedəcək qazanın dibinə. Soğanla tomat. Tomat deyəndə ki, baxın, bu mənim pomidorlarım. Bunu qazanın dibinə eləyəcəm və sonra dolmaları üstünə yığacağım. Burada isə vəziyyət yaxşıdır. Uca yumuşaldı. Bunu çıxardaq və bunu qoyaq. Qoy bu da biraz yumuşalsın və çıxardaq. Tez bazar bu. Çox rahat, qəşəng tez bazar hazır olur. Mikrodalğada eləmişdim. Heç bəyənmədim. Saatlarla, da можно. Saatlarla saxlayırdım dalğada, çıxardıram, bərkdir, təzdən qoyuram, təzdən çıxardıram, yenə bərkdir. Nəysə, bir sözlə əsəbidir. Ən yaxşı variant budur. Dədə baba qaydası necə eləyirdilər bizim analar, nənələr? Baxın, belə isti suya saldılar, çıxartdılar. Mən də belə eləyirəm. Bu ən yaxşıdır, bir də ki, tez variantdır. Yumuşaqdır. Bu da uca görürsünüz, aralanır belə. Nəysə, indi tez eləyim. Çünki sizlə eləyəndə cırılır burada. Belə yüngülvari salat sizə göstərmək istəyirəm. Tez bazar hazırlanan salat. Həm tez bazar hazırlanır, həm də ki, çox dadlıdır. Deməli, bunun içində bir dənə kökdür. Bir dənə yox, yəni kökdür. Çiğ kök. Pişməmiş. Çiğ kökdür. Sonra bir diş sarımsaq, göyərti və qoz. Hamısını yaxşıca rəndədən keçirdirsiniz. Qəşəng və mayonezlə zapravka eləyirsiniz. Əlbəttə ki, duz eləmək lazımdır. Və salam, başqa heç bir şey çox yüngüldür və ən əsası da ki, çox dadlıdır. Baxın, bu mayonezlə zapravka eləmişəm. Slobada smetanlı mayonez. Çox qəşəngdir bu. Çox dadlı mayonezdir. Və salam, tez bazar 2 dəqiqənin içində bu salatı hazırladım. Çiğ kök olmalıdır. Təkrar deyim, bunun içində nə var? Çiğ kök, sonra bir diş sarımsaq, göyərti və qoz və mayonez və salam. Bu qədər. Belə tez bazar hazırlandı belə bir salat. Dadlıdır. Mütləq yeməmsinizsə belə salat eləyin. Baxın, görün, siz də bəyənəcəksiniz. Bizim bu balacamız öz yerindən çıxdı. Qaçmaq istədi və Murad sağ olsun tutdu bunu. Ağappaq deyə qar kimi. Aparaq bunu qoyaq öz yerinə. Bunlar da buradan çıxırlar. Второй тоже белый.
Burada isə bizim çıqılılar zaqar eləyirlər. Qəşəng hava var bugün, gün çıxıb və bunları belə çıxartmışıq. Bu en yeterli. Qaz. Ən böyük qazımız budur, ördəklərdir. 2 dənə. Ördək 2 dənədir Murad. 2 dənə ördəyimiz və cücələr. Bir de bu iki ördek. Нет, bu ördək deyil, bu qazdır. Yok bu ördek. Нет, это гуси. А? Да, ничего, пусть будет. Babacığım. Gəzişirlər. Zaqar eləyirlər. Orada da yılan. Cücələr isə orada ot tapıblar, nə tapıblar? Cumublar Ot. hamı o tərəfə. Ot taptılar. Ot. Zaqar eləyənlərdən də biri bunlardır. Bu bizim nədir onun adı? Erkəyimiz. Onlar ikisi dişi. Artıq balalara ehtiyacı yoxdur. Balaların anaya ehtiyacı yoxdur və ona görə balalar orada tək yaşayırlar. Analar isə ayrı-ayrı. Yoldaşım deyir ki, bunları belə saxlamaq lazımdır, ayrı-ayrı. Mənim yadımdadır ki, babam o vaxtları saxlayanda hamısı bir kletkanın içində saxlayırdı. Amma yoldaşım deyir ki, belə saxlamaq olmaz. Onlar, evi yox, Ciron, qoy olsun. Onlar belə ayrı yaşamalıdır. O bozun balaları qaradır, bunun isə ağdır, mamasına oxşayır. Bu da tasvir. Bu mama, bu da. Bu da mama. Mama, bak açılı взял. Bir dənə dovşanımız qaçdı. Bala dovşan buradadır, bunun altında. Bir dənə də qalıb. Birini Murad tutdu. Biri isə buradadır hardasa. Belə tutdum. Yazıq mənim balamı neynədi? Gel burada ve burada. Şimdi bunu da benden biliyorsunuz. Sonuçta oğlanlar Hristiyan tanışlar. Yani şunu bil. Aileler her vadinden güçlenerek çıkarlar. Ben şu arazi meselesini uzatmak. Biraz sizə motivasiya çəkmək istədim, evi səliqəyə salacağım. Bəzi insanlar var ki, hansı ki, ərinirlər, həvəsi olmur ev təmizləməyə. Arada mən də belə oluram və sizi həvəsə salmaq üçün dedim, biraz video çəkim, birlikdə gəlin ev yığaq. Bakıda bəzi rayonlar onlayndan çıxıblar, uşaqlar onlayn dərs keçirdirlər. Bilmirəm sizdə necədir, bizdə isə belədir. Onlayndayıq, uşaqlar hamısı evdədir, bir dənə Ceyran tətildədir. Çünki o ibtidai sinifdə oxuyur. Mənim üçün onlayn dərs çox rahatdır, məni tələsdirən yoxdur, evin içində rahatca öz işlərimi görürəm. Bu ancaq bu həftəyə aiddir, bu həftə onlar onlayndadır, gələn həftədən təzədən məktəbə qayıdacaqlar. Artıq yayın gəlişinə çox az qalıb, uşaqlar da oxumağı az olacaq yəqin ki, qaldı bir dənə summativləri yazmağa və summativlərdən sonra yəqin ki, heç kim dərsə getməyəcək, çünki ondan sonra dərs heç keçirilmir. Onları silib toz saranlayanda istədim xalçaları yığım, amma havanı başa düşmək olmur. Gah isti olur, gah soyuq olur, gah güclü yağışlar yağır. Artıq biz nəhayət ki, kombini söndürdük və belə soyuq havalar olanda evimiz, ev yox, daha doğrusu polumuz çox soyuq olur və xalça olmasa uşaqlar üşüyərlər, xəstələnə bilərlər. Ona görə hələ ki xalçaları saxlamışam. Keçən il deyəsə bu vaxtları xalçaları çıxartmışdım, amma bu il hava çox qəribədir, başa düşmək olmur. Bütün evin polları toz soranladım və indi polunu silirəm. Amma sizə hamısını çəkməmişəm, çünki onda vaxt çox aparıcı idi məndə. Ona görə bəzi yerləri göstərdim, ancaq zalı, kuxnanı necə səliqəyə saldım, yəni toz soranladım, polu necə silirəm, qalan otaqları göstərməmişəm. Uşaqlar hamı evdə olanda bir tərəfdən yaxşıdır, mən rahat oluram, amma o bir tərəfdən də ki, hər dəqiqədən bir nəsə yemək istəyirlər, nəsə belə maraqlı, dadlı bir şey istəyirlər və hər dəfə mətbəxdə nəsə onlara hazırlayıram. Hələ bu harasıdır, bütün yay qabaqdadır, 3 ay biz birlikdə evdə olacağıq. Amma yayda elə də çətin olmur. Yayda çox isti olur, o qədər də iştah olmur. Birazdan qarpız sezonu başlayacaq və biz günümüzü qarpızla yola veririk, çünki yayda o qədər də yemək olmur.
Sürətli video qoyanda mənim üçün çəkməyə daha rahatdır. Telefonu qoyursan qırağa və öz işlərini görürsən. Amma bunu montaj eləyən zaman çox əziyyət çəkirəm, çünki burada mütləq söhbət olmalıdır və nədən sizinlə danışım artıq bilmirəm. Əgər sizin maraqlı bir sualınız, temanız varsa, mütləq rəylərdə yazın. O barədə mən sizlə növbəti vlogda danışa bilərəm. Arada sizə göstərirəm əskini necə yuyuram. Çünki bəzi insanlar elə bilirlər ki, əskini bircə dəfə yuyuram və bütün evi ancaq bundan silirəm. Heç inanmıram ki, belə bir evdar xanım var, hansı ki bir dəfə əskini istatsın və ondan bütün evi silsin. Çünki bu qəti mümkün deyil. Sadəcə olaraq ki, bəzi insanlar belə gülməli rəylər yazırlar. Mən belə rəyləri heç vaxt silmirəm, saxlayıram. Çünki belə pis rəylər də mənim videomu qabağa çəkir. Bu kanalda demək olar ki, pis rəylər çox azdır. Çünki burada hamısı pozitiv xanımlardır, ancaq gözəl sözlər yazırlar. Mənim videomda ancaq gözəlliklər görürlər. Çünki onların gözləri çox gözəldir və ürəkləri çox təmizdir. Xanımlar, sizə Sleepy salfetkadan danışmaq istəyirəm. O həmən o Sleepy salfetkadır, hansı ki mən almışdım hardasa 3-4 ay bundan qabaq. Hələ də bütövdür, görürsünüz də. Çünki bu salfetka heç yadıma düşmür, ona öyrəşə bilmirəm. Mənim üçün ən yaxşı dədə-baba qaydası evi təmizləmək, yəni 2 dənə əski, biri nəm, biri isə quru. Nəm əski arada çirkli olur, tozlanır, onu da gedirəm, yuyuram və təzdən başlayıram onunla işləməyə. Bu Sleepy salfetka heç yadıma düşmür. Hiss edirəm ki, artıq o qurumağa başlayır və ona görə götürdüm ki, burada güzgünü silim. Bir dənə salfetka ilə deməli mən nə qədər işlədirəm. Misal üçün, birinci güzgünü sildim, ondan sonra qapının qıraqlarını, qapının arasında olar o məsafələr hamısını onunla silirəm bir salfetka ilə. Çünki o hələ də yaş olur və sonra artıq bütün tozlu olur, ondan sonra mən atıram. Yəni bir salfetka ilə bircə dənə güzgünü silim və onu tullayım. Mən belə eləyə bilmirəm. Bilirsiniz də mən çox qənaətliyəm və ona görə bir salfetka ilə demək olar ki, bütün evi silirəm və ondan sonra tullayıram. Bütün evi deyəndə ki, indi fikirləşərsiniz ki, bütün pəncərələri, bütün evin tozlarını alıram. Yox, elə yox. Misal üçün, bayaq dediyim kimi, güzgünü sildim, sonra qapını silə bilərəm həmən əski ilə. Qapının qıraqlarında, aşağıda olan kantlar, onları yəni silə bilərəm və sonra onu tullayıram. Həm də bu salfetkalar elə də böyük deyil, ona görə çox da rahat olmur ondan silməyə. Bilirəm onların pol silmək üçün də var, biraz böyüklərdən də var. Amma mən fikirləşirəm ki, bu heç qənaətli deyil və ona görə fikirləşirəm bunu bitirim və bunun yerinə ondansa mən qəşəng əskilər alaram, hansı ki güzgüləri yaş halda silirsən və təzdən üstündən qurutmaq lazım deyil. O iz saxlamır, xırda tüküləri də heç bir şey saxlamır. Mən ancaq bunu ala bilərəm gələn dəfə. Çünki bu salfetkalar bir dəfəlikdir, tullayırsan və elə bil pulum uçur gedir. Amma qəşəng, yaxşı belə kачественный əski alsam, onunla mən illərdir ki, evi təmizləyə bilərəm. Bəlkə də illərlə bu əskilər xarab olur, eyb yox olsun. Bu əski ilə daha pəncərə misal üçün silmərəm, evinin tozunu ala bilərəm. Hamam tualeti təmizləyə bilərəm və təzə əski alaram ki, ancaq güzgünü silmək üçün. Məncə bu daha qənaətlidir, nəinki bu Sleepy salfetkalar. Mağazinlərdə görmüşdüm eyni salfetka, sadəcə adı başqadır və eyni funksiya aparır. Sadəcə olaraq ki, mən yaş salfetka ilə işləyə bilmirəm. Mənim üçün elə adi əski yaxşıdır. Kimsə çayı göstərəndə həmişə yanında bir dənə estetika göstərir. Qəşəng bir dənə kadr, qəşəng krujka, yanında bir dənə balaca qəşəng nəlbəki, qızılı kantdan olan, üstünə qoyurlar nə bilim şokolad, piçenka, nə bilim nə qoyurlar. Mən isə görün necə sizə göstərirəm. Bu da mənim estetikam. Kadr arxası mən çayı necə içirəm. Konteyner bir dəfəlik götürürəm. Qoyuram qabağıma, əlbəttə ki, çox yox, hərəsinə bir dənə götürürəm və çayımı içirəm. Nəyə görə kameranı açdım, rahat lukumdan danışmaq istəyirəm sizə, göstərmişdim, bunu almışam mən. Bu təzə bir variantdır, həmişə alırdım, bütün rahat lukum idi, bu isə yarı marmelad, yarı isə rahat lukum. Çox qəşəng dadı var, bu qırmızı, deməli bilirsiniz nədən düzəldiblər, bu qırmızı qızıl gül yoxdur.
çaya da əlavə eləyirlər. Qızıl güllər. Baxın, ondan əlavə eləyiblər. Xırda-xırda mindal var və xırda-xırda qızıl gülün yarpaqları çox qəşəng, belə qəribə dadı var. Mən çox bəyəndim. Belə. Bu da mənim estetikam. Elə bir ki, siz bunları görmürsünüz. Mən yalnız rahatlığımdan danışıram. Oy, buranı da dağıtmışam bu arada. Nəysə, baxın belə çay içirəm kadr arxası. Mən inanıram ki, bütün blogerlər kadr arxası belə çay içirlər. Paraşokum bitmişdi. Getdim bizim yanımızda Aptavoy var. Oraya getdim və oradan aldım paraşok. Sonra belə pirvol götürmüşəm qara paltarlar üçün. Bunu işlədirəm. Amma artıq yay paltarlar hamısı açıq rəngdədir deyə bunu yəqin ki işlətməyəcəm. Məncə. Amma niyə aldım? İndi arada baxıram qış paltarlar əlimə düşür. Onları yuyuram, sonra yığışdıracağam və ona görə bu paraşokla yuyacağam. Bu çox qəşəng, həm iyisi var, vernil əlavə eləmək lazım deyil, ehtiyac yoxdur. Həm də ki qəşəng təmizləyir. Bu paraşoku çox xoşlayıram. Bir də bunun yun paltarlar üçün alıram, amma balacasını alıram. Bu dəqiqə yun paltarlar yoxdur. Ona görə almadım. Adətən qışda işlədirəm mən onları. Bir də bu Ariel götürmüşəm. Bu universaldır. Həm ağ paltarları yuyacağam bundan, həm rəngli paltarları. Həmişə rəngli paltarlar üçün götürürəm. Ağ paltarlar üçün Ariel'in balaca formasında kilo yarımlıq alıram ki, ancaq ağ paltarları ondan yuyum. O da ki, məndə var. Mən almışdım keçən ay, yoxsa ondan qabaqki ay almışdım. Ancaq ağ paltarları yuyuram deyə hələ də məndə qalıb. Belə. Sonra belə vaniş götürdüm. Bu uşaqların məktəb koftası zat üstündə ləkə düşəndə bununla yuyuram. Çox qəşəng təmizləyir. Belə rəngli paltarlar üçün də vaniş almışam bunu. Rəngli paltarlar uşaqların koftaların üstündə sarı ləkələr var. Öz-özünə əmələ gəlib. Bilmirəm nədir bu. Onunla yumaq istəyirəm. Bu qəşəng təmizləyir. Bir damcı həmən ləkənin üstünə eləyirəm və 15 dəqiqədən sonra maşının içinə atıram. Qəşəng tərtəmiz eləyir. Belə. Bu pirvol yəqin ki, məndə qalacaq xeyli. Yayda bunu işlətməyəcəm. Çünki yayda qara paltar demək olar ki, bizdə yoxdur. Ancaq açıq rəngdədir bütün paltarlarımız. Nəysə, bu Ariel'i açım. Biraz boşaldım vedrəyə. Çünki vedrəm boşalıb. Yoxdur heç nə orada. Paltarlar gözləyir məni. Hardasa bir 4-5 dənə 4-5 reys daha doğrusu paltar yuyulmalıdır. Gedim tez bazar bunu boşaldım və başlayayım paltar yumağa. Videom sonuna gəlib çatıb sizinlə sağollaşıram. Ümid edirəm ki, axıra kimi izlədiniz. Abunə olmağı unutmayın. Hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda görüşərik. Hələlik.